Herkese salam. Bugün sizə feili sifətlə feildən düzələn sifəti necə fərqləndirək, onu izah edəcəm. Bunu izah etməyimin səbəbi odur ki, bəzən testlərdə qarşımıza çıxır və fərqləndirə bilmirik. Testin cavabı da elə olanda səhv olur. Ona görə izah etmək istəyirəm ki, boşluq olmasın bu hissədə, bu mövzuda. Bunları necə fərqləndirək? Bunları həm mənaya görə fərqləndirmək olar, həm də müəyyən qaydalar var, o qaydaları izləyərək fərqləndirə bilərsiniz. Mənaya görə fərqləndirsəz, məsələn, burada bir mən feili sifət yazmışam, bir də feildən düzələn sifət yazmışam. Mənaya görə fərqləndirsəz, necə fərqləndirərsiniz? Feili sifət budur, baxın, birinci olan feili sifətdir. Birinci olan feili sifətdir. Niyə? Çünki orada ağlayan uşaq feili sifət olanda uşağın hal-hazırda, baxın, hal-hazırda ağladığını nəzərə çatdırır. Yəni, hal-hazırki hərəkətini nəzərə çatdırır. Amma ikinci feildən düzələn sifətdir. Ağlayan uşaq. Bu artıq uşağın xasiyyətini bildirir. Yəni, o həmişə ağlayır. Başa düşdünüz? Məna cəhətdən belə fərqləndirə bilərsiniz. Yəni, feili sifət olanda hal-hazırki hərəkət nəzərdə tutulur. Feildən düzələn sifət olanda artıq o onun xüsusiyyətini bildirir, keyfiyyətini bildirir. Başa düşdünüzmü? Bir də bunu digər qayda olaraq necə fərqləndirə bilərsiniz? Biz demişdik ki, feili sifət sifətlə yanaşı feilin də xüsusiyyətini daşıyır. Feilin xüsusiyyətini daşıya bilirsə, qrammatik məna növləri üzrə dəyişə bilir. Yəni, məlum, məhsul, onlar. Sonra İnkar şəkilçisi qəbul edə bilər, təsirli, təsirsiz ola bilər, hərəkət bildirə bilər. İndi burada əsas diqqət eləməli olduğumuz inkar şəkilçisi qəbul etməkdir. Məsələn, birinci dedik feili sifət. Feili sifət var, orada ağlayan feili sifətdir. Siz ora ma-məni artıra bilərsiniz. Çünki dedik feili sifət, feilə məxsus inkar şəkilçisini qəbul edə bilər rahatlıqla. Ağlayan uşaq, ağlamayan uşaq deyə bilirik, rahatlıqla işlədə bilirik. Amma indi gəlin, bir də biz onu ikincidə sınıraq, ikinci sözdə. Ağlayan uşaq, ağlamağan uşaq deyə bilmirik. Çünki bu sifətdir. Sifət necə inkar şəkilçisi qəbul edə bilər ki? İnkarlıq feilə xas xüsusiyyətdir. Biz onu sifətə aid eləyə bilmərik. Ona görə burada ağlamağan uşaq deyə bilmirik. Yəni, buradan da müəyyən eləyirik ki, birinci feili sifətdir, ikinci feildən düzələn sifətdir. Bu ikinci üsuldur, bunları fərqləndirməyin ikinci üsuludur. Bir də gəlin bunları təhlil eləməklə, yəni kök və şəkilçiyə ayırmaqla da yollarını izah edim, tapmağın. Birinci ağlağanı edək, daha doğrusu ağlayanı, yəni feili sifətdir bu, dedik. Bunu təhlil edək. Ağla kökdür, nə et? Ağla, an-ən dedik ki, yeni təhlil eləmirik, an-ən dedik ki, feili sifət şəkilçisidir. İndi eləyək, ağlağanı təhlil edək. Ağlağan. Kök yenə də ağladı, qan-qən, sifət düzəldən şəkilçi olur burada. İndi bunları necə fərqləndirək? Görürsünüz ki, ikisində də kök ağla feilidir. Sadəcə birincidə an-ən qoşulubdur. Yenə də burada görürsünüz ki, ağlayan. Yəni, burada yenə də bir feillik əlaməti var. Yəni, feilə tərəf xüsusiyyət var. Görürsünüz, ağlayan neydən? Sualını da verə bilirik. Hansı sualını da verə bilirik. Çünki bu feili sifətdir. Feili sifətdə həm feilin, həm də sifətin xüsusiyyətini daşıya bilər. İndi gəlin bir də buna baxaq. İkinciyə baxaq. Ağla kökdür, ağlağan necə? Siz buna nə et sualını, ağlağan nə et sualını verə bilmirsiniz. Yalnız necə sualını verə bilirsiniz bura. Çünki ona görə ki, bu feildən düzələn sifətdir. Baxın, burada kök nə qədər feil olsa da, ağlı olsa da, burada leksik şəkilçinin köməyi ilə o feili əlaməti tamamilə itibdir. Artıq burada sifət yaranıbdır. Kökü nə qədər feil olsa da, leksik şəkilçinin köməyi ilə bu artıq oldu sifət. Sadəcə feildən düzəlibdir. Yəni, bu anlayış budur. Feildən düzəlsə də, ümumi sözdə feilli əlaməti yoxdur. Amma ağlayan sözündə kök ağladı,
və an ən şəkilcisi artırılıb qrammatik şəkilcidir. Sözdə yenə də feili əlamət var. Çünki bu feili sifətdir. Feili sifət sifətlə feilin xüsusiyyətini eyni anda daşıya bilir. Bu qədər. Ümid edirəm ki, başa düşdünüz. Bundan sonra fərqləndirə bilərsiniz. İzlədiyinizə görə təşəkkür edirəm. Videoya like atmağı və abunə olmağı unutmayın. Təşəkkür edirəm.